1991-ci ilin mayında kosmonavt Sergey Krikalyov Soyuz TM-12 ilə Mir kosmik stansiyasına göndərilir. O kosmosda bir neçə ay qalmalıydı. Amma bu vaxt Sovet İttifaqı parçalanmağa başlayır. Gorbaçov hakimiyyətdən gedir. 15 respublika müstəqilliyini elan edir. Krikalyov isə baş verənləri 350 kilometr yuxarıdan, kosmosdan izləyir. Yerlə əlaqə saxladıqda onu geri qaytarmaq üçün pulun olmadığını deyirlər. Aylar keçir, amma cavab dəyişmir. Krikalyov faktiki olaraq kosmosda unudulmuş son Sovet vətəndaşına çevrilir. O günlərini elmi tədqiqatlarla keçirir, amma bəzən öləcəyini düşünürdü. Radiasiya, əzələ atrofiyası, zəiflənmiş immunitet hər gün risk artırdı. Buna baxmayaraq o vəzifəsini yarımçıq qoymur. Nəhayət 1992-ci ilin martında Almaniyanın 24 milyon dollar ödəməsindən sonra Krikalyov 311 gün kosmosda qaldıqdan sonra yerə qayıdır. Rəsmən SSR vətəndaşı olsa da artıq ölkəsi yox idi. Eniş etdiyi Qazaxıstan da artıq müstəqil dövlət idi. Ona görə də Krikalyov sonuncu SSR vətəndaşı və kosmosda bir dəfəyə ən uzun müddət yaşayan insan kimi adını tarixə yazdırır.